Tərlan Nuryaşar kimdir? Onu deməyin də. 15. Ayıq dedilər ya. Aktyor qonorarı sizi qane etmir təbii ki. Kağızdan konfet düzəldik. Son dövrlər çəkilən filmdir bu. Gəs, bir də zibil çəkiblər. Aktyorluğa sənət kimi yanaşırsınız, yoxsa bir gəlir mənbəyi kimi? Mən öz maşınımı götürüb gedib taksi sürsəm, mən günümə 150 manat, 200 manat qazanıram. Azərbaycanda aktyor olmaq üçün istedad kifayətdir, yoxsa mütləq tanışlıq və əlaqə lazımdır? Ananın qədrini bilmək lazımdır. Nadir hallarda. Çox nadir hallarda. Hansı? Bax bir dənə o nadir halı deyim. Deyir, alma istəyən alma ağacının altında otursun. Yaddaşımda nəsə problem var. Salam, 200-də birə xoş gəlmisiniz. Bugün çox maraqlı qonağımız var. Adı gələndə artıq hər kəsin üzündə bir təbəssüm yaranır. Qonağımız aktyor və ssenarist Tərlan Nuryaşardır. Salam, xoş bilmişik. Dəvətiniz üçün təşəkkür edirəm. Təşəkkür edirik ki, qəbul edib gəldiniz. Var olun. Enara xanım təqdim etdi. Əslində sizin özünüzə görə Tərlan Nuryaşar kimdir? Əslində belə deyim də, yəni tamaşaçıların tanıdığı kimi təqdimatda aktyor Tərlan Nuryaşar və ssenarist Tərlan Nuryaşar. Amma məsələn başqasına mən özümü təqdim eləyəndə elə Tərlan Nuryaşar kimi, özüm kimi təqdim edirəm. Yəni mən özüməm ilk növbədə. Hətta çəkilişdə ən azı bir 6-7 il bundan əvvəl bir situasiya yaranmışdı. Orada dedilər ki, "Ay, aktyorsan da bu obrazı oyna da. Deməli sən özün oyna da. Sən niyə oynamırsan?" Və nəticə etibarilə mən ona başa saldım ki, mən ilk növbədə həyatda Tərlan Nuryaşar üç qız atasıyam, aktyor deyiləm. Yəni mən hərəkətlərimi, elədiklərimi ilk növbədə ona uyğunlaşdırıram. Aktyor kimi, ssenarist kimi fəaliyyətim ikinci plandadır. İlk növbədə ailə. Aktyor hər rolu ifa etməlidir. Niyə belə bir fikir yaranıb? Niyə belə bir fikir insanlarda formalaşıb? Əslində yəni məncə belə deyim də, onu özlərindən kimsə uydurub aktyor hər rolu oynamalı. Aktyor əgər məsələn özünü hansısa bir obrazda görmürsə, açığını deməlidir ki, mən bu obrazı özümü görmürəm. O güc özündə tapmalıdır. Ya bu bir zəiflik göstəricisi deyil. Zəiflik göstəricisi qətiyyən deyil, əslində güclü olmağı göstərir. Üstəlik də ki, belə deyim də, əgər sən özümü görmürsənsə, məsələn mənim özümdə bir neçə dəfə olub, demişəm ki, bu rolu mənim əvəzimə filan kəs məndən yaxşı oynayır. Çünki o onun qabına daha uyğundur da. Yəni mənim qabıma məsələn görürsən elə şey yazırlar ki, o elə bilir ki, mən onu oynayacağam. Amma mən onu oynaya bilərəm, problem deyil, amma hər dəfə narahat bir qabda, narahat bir situasiyada özümü hiss edəcəm. Rahatçılığım olmayacaq o obrazda mənim. Ssenariyə müdaxilə eləyirsiniz ümumiyyətlə Tərlan bəy? 100%. Amma yəni elə müdaxilə eləyirəm ki, belə deyim də, məsələn elə bir həftə bundan əvvəl bizim Şirin serialının ssenaristi Rəşad Nağım Mustafa məsələn səs yollamışdı mənə ki, yerində müdaxilələrin, əlavələrin və yaxud da bəzi azaltmaların, yəni çox yerinə düşür. Çünki biz eyni yolun adamıyıq da. Yəni ssenaridən KVN-in vaxtından yazmağa başlamışıq. İndiyə qədər davam edirik. Aşağı-yuxarı belə deyim də, hətta çəkilişdə elə olur ki, qarşı-qarşıya oynadığım aktyor yazılan zarafatı səhv anlayır, tamam ayrı bir şey oynayır. Mən onu deyirəm ki, yox, ssenaristlər onu nəzərdə tutmayıblar, bunu nəzərdə tutublar və rejissorla bir yerdə çalışır düzgün məcraya qaytaraq. Yəni pis müdaxilələrin düşünmürəm ki, olub. Kimsə düşünübsə, düşünürəm ki, o səhv düşünüb. Tərlan bəy, sizi araşdıranda belə bir fakt çıxdı qarşıma ki, təxmini hardasa Onu deməyin də. 15 Dedilər. 15 il bundan öncənin müsahibəsidir və orada bildirirsiniz ki, qadın paltarı heç bir halda geyinmərəm. Heç bir halda deməmişəm. Belə Mən demişəm ki, situasiya tələb etmirsə, mən qaldım qadın paltarı geyinmərəm. Zaten situasiya tələb eləməsə geyindirməzlər axı kişi obrazına qadın paltarı. Niyə geyindirsinlər ki? Geyindirirlər. Geyindirirlər də. Yəni geyindirirlər deyəndə aktyor özü geyinir. Məsələn, adam var onu o cür qəbul edir. Məsələn, belə deyim də, öz musiqilərdən misal çəkməyim ki, yəni heç kimin xətrinə dəyməsin. Çünki yenə deyirəm, mən heç kimin işinə qarışmıram. Bu mənim cavabımdır. Heç kim sonradan yozmasın ki, bəs filan kəs, bəs. Onlar kim neyinirsə düz eləyir, əcəb eləyir. Məsələn, ruslarda Qaradok var idi. Onlar qadın obrazını oynamaq üçün qadın paltarı geyinirdilər.
Amma Yaşar Nuri və Rafael Dadaşov, Allah hər ikisinə rəhmət eləsin. Oradan, Onlar oradan. niyə giyinmişdilər? Qızlar məktəbinə girmək üçün. Situasiya bunu tələb edirdi. Onlar qadın olmaq üçün onu geyinməmişdilər. Hə, yəni ki, belə deyək də, yəni bu tip qaradog tipli əgər belə bir səhnəcik olsa, orada o halda razılaşmaz. Paltarı, yəni qadın obrazı oynamaq üçün qadın paltarı geyinmirəm. Hə, amma məsələn mən özüm belə Ay serialı var idi Xəzər TV-də. Orada məsələn dənizdə paltarlarımı dəniz yuyub aparır. Orada mənim bacıoğlumu oynayan aktyor gəlir ki, biz paltarlarım, deyirəm ki, bir dənə paltar hardansa götür gəl, o da gedir qadın xalatı gətirir. Mən də dənizdən çıxıb öz kotejimə geyib çatana qədər onu geyinməliyəm. Geyinmişəm, normal bir şeydir, situasiyadır. Hə, nədir? Bəli, situasiya tələb edirsə, ssenaridə əsaslandırılırsa. Bəs belə bir şey baş veribdi. Yəni siz ilandan qorxmusunuz? Bəli. Mən hətta düşünürəm ki, mənim şəkər xəstəsi olmağım həmin o ilandan qorxmağımla bağlıdır. Yəni öncədən siz bunu bilirdiniz ki, belə bir səhnə olacaq. Öncədən belə deyim də, mən ssenarini oxumuşdum və görmüşdüm ki, orada yazılıb ki, hər hansı bir heyvan gətirirlər şəkil çəkdirmək üçün. O vaxtı çox dəb idi də, Elza xanımın heyvanlara konsert verməyə həmin dövrə düşmüşdü. Elə bir bölüm yazmışdılar ki, mənim obrazım həmin ulduzla, Elza xanımla şəkil çəkdirmək üçün onun həvəsində olan bir adam idi. Heyvanlara sanki yalandan maraq göstərir. Və mən o ssenarini oxuyanda o dəqiqə soruşdum, çünki bəzi heyvanlara qarşı fobiyam var. Dedim ki, heyvan nədir? Dedilər, it, dedim, böyük it olsa mən onu eləməyəcəm. Çünki qorxmuram, amma fobiyam var. İçərdən o qorxunu hiss edirəm. Belə, amma yəni, itlə oynayıram da, eləyirəm də, hamı da onu görür. Dedilər, elə eləyəcək ki, yəni balaca bir şey olacaq. Çəkilişə gələndə gördüm ilandır. Həmin anda etiraz elədim, dedim, yox, mən çəkilmirəm. Bir yarım saat söhbətdən sonra xahiş elədilər ki, biz bir də onu dəyişdirməyək, eləməyək. Dedim, yaxşı. Dedilər, amma heyvan sənə öyrəşməlidir. Girdim otağa, ilanın yiyəsi, ilanı mənə verəndə saldı yerə, ilan belə qalxdı. Onda mən qorxdum, bir saat yenə də çəkilmədim. Dedim, yox, o ilana mən yaxın durmayacağam. Sonradan çəkildim, yenə də çəkiliş dayanmasın deyə. Amma belə indi o mənim həyatımın elə dövrü idi ki, belə çəkilişə mane olmayım, kiməsə xoş gəlsin, yox, yəni kiminsə işinə mane olmayım deyə özümə aid olan sərhədləri sındırırdım. Amma hal-hazırda məsələn elə şeylər eləmirəm. Yəni mənə xoş gəlsə deyirəm yox. Və bitdi. Orada da bitir məsələ. Sağlamlığınızdan başqa qurbanlarınız oldumu bu sahə uğrunda? Qurban, vallahi desəm ki, elə öz həyatımızda inanmaz. İstənilən sahədə mən məşğul olsaydım, dostlarım mənim ətrafım yaxşı bilirlər. Çox uğurlu biznesmen də olardım. Təhsilini də alacaq getsəydim, çox uğurlu elm adamı da olardım. Nə ilə məşğul olsaydım, mən uğurlu adam olacaqdım. Çünki yəni oxumağım da yaxşı olub, mən əlaçı olmuşam, mən öz dövründə heç kimin deməyim, məsələn 10.000 nəfərin imtahan verib, cəmi 200 nəfərin, 100 nəfərin girə bildiyi liseydə təhsil almışam. İngilis dilini hələ o vaxtki bazamdan götürəndə biz həftədə 24 saat ingilis dili dərsi keçirdik. Yəni indi heç ən böyük məktəblərdə belə o qədər saat keçirilmir. Düşünürəm ki, yəni aktyorların çoxsu, üstəlik də Azərbaycanda elə əsas verdikləri qurban öz həyatlarıdır. Çünki biz əsasən maddi problemləri, maddi sıxıntıları nəzərə alsaq, öz yaşımızda gəldiyimiz, çatdığımız nəticələri götürsək, bizdən daha tez bu nəticələrə heç oxumayan, heç sənət üçün nəsə bir şey eləməyən adamlar daha böyüyünə nail olurlar. Məsələn, mən heç nə demirəm. Acizə, bəzən bilirsən, kimsə xeyterlər çoxdur da. Məsələn, girirlər, yazırlar, pis kommentlər zatlara. Həmişə söhbət düşəndə, üstü açılanda mən deyirəm ki, bax, bir dənə düşünün, aktyorun yerinə özünüzü qoyun. Bir seriala ortabab aktyor aşağı-yuxarı qiymət götürəndə təxminən bir bölümə 200 manata çəkilir. Normal seriallar bir günə çəkilə bilmir, 2 günə çəkilir həftə ərzində. Bu demək ki, bu adam gününə 100 manata çəkilir. Düzdürmü? Mən öz maşınımı götürüb gedib taksi sürsəm, mən günümə 150 manat, 200 manat qazanaram. Bu dəqiq taksi şirkətləri özlərini elə reklam edirlər. Yəni, hətta biz özümüz belə öz serialımızı onu reklam edirik və hərdən özümüz də gülürük ki, bu qədər də yəni bizim dəyərimiz
yoxdur. Biz qınamırıq ha, yəni prodüserləri. Prodüserlərdə bir günah yoxdur. Söhbət sosial şəbəkənin, televiziyanın artıq çox üstələdiyi, maddi olaraq televiziyaya axının dayanmağı yəni çox təsir edir seriallara. Yəni bu gün əgər biz aktyorlar bu işi görürüksə, çəkiliriksə, heç kimə minnət qoymuram. Amma oturub durub şükür eləmək. Mən ekranın digər tərəfində olsaydım, mən düşünərdim ki, yaxşı ki, bunlar səbr eləyib dözürlər. Yəni tək bizim sənət deyil ha bu. Məsələn, bəzi sənətlər var, bəzi işlər var ki, biz görürük ki, o adamları bilməyən adamlar qınayır. Amma o adamlar olmasa şəhərin hansısa bir tərəfi çökər. Bəli. Şəhər çirk olar, şüşələrimiz təmiz olmaz, nə bilim işıqlarımız yanmaz, 50 dənə işlər var. Biz dəyər vermirik. Düşünürük ki, nə var ya, olsun da belə, belə yanaşan adamlar var, hər şeydən narazı adamlar var. Amma yəni sistem pozular da belə sistem, deyil. yəni, Sistem. bir də o narazı adamlar xüsusilə cavanlardır. Mən hətta bunun başqa bir tərəfini də sizə deyim də. Mən məsələn sosial kommentlərə çox açıq adam deyiləm. Hətta mənim məsələn izləyici sayıma baxsaz görərsiniz ki, çox azdır, çünki mən çox sosiala açılan adam deyiləm. Bir dəfə məsələn çəkdiyimiz bir film haqqında bir nəfərin bir kommentini gördüm. Normalda heç reaksiya vermirəm, amma bu adamın kommenti mənim xoşuma gəlmədi, nə baxımdan. Yazmışdı ki, Z nəslini bu anonsdakı zarafatlarla filmə cəlb eləmək istəyirsiniz. Mən də düşündüm ki, mən bunun fikrini dəqiq öyrənməliyəm. Mən onun öz şəxsisinə girdim, yazdım. Salam, əleyk salam. Bir xeyli söhbətdən sonra dedim, filan kəsdə o da daha görürəm. Yəqin kommentimə görə yazmısınız. Adam bilirdi, yəni. Dedim, yox, kommentə görə yox, sadəcə olur, mənim maraqlıdır da. Mən dedim, senaristəm. Siz dedim, sonuncu dəfə hansı filmə baxmısınız? Hamısını saydı. Zəhər Tuluğu, Hozu Dayə, Hozu 007, sonra nəsə bir-iki dənə də filmlər var idi, indi mən adları yadıma düşmür. Hamısını saydı. Dedim, okey, yaxşı, çox yaxşı ki, filmləri izləyirsiniz. Harda gəlib baxmısınız? Dedi, yox, YouTube'da baxmışam. Dedim ki, bax, bilirsiniz indi söhbət nədədir? Biz o filmi YouTube üçün yazmamışıq. Biz onu kinoteatrda yayım üçün yazmışıq və bilet satışını nəzərdə tuturuq. Ümumiyyətlə bilet alıb getmişsiniz kinoteatrda, heç bax, nə edirəm, onsa YouTube'a qoyurlar da sonradan. Dedim, demək ki, siz bizim loru dinləndisək, alıcımız deyilsiniz və bizim elə bir hədəfimiz yoxdur ki, sizi kinoteatra çağıraq. Siz nə vaxtı pullanıb, işləyib hardasa kinoteatra bilet alsanız, biz senaristlər onu o dəqiqə hiss eləyəcəyik və Z nəslinə uyğun kinoteatrına gəlsin deyə zarafatlar yazacağıq. Z nəsli. Demək olar ki, kinoteatra getmir, bu gördüyümüz qurğulardan telefona baxırlar. Filmlərə baxırlar, hətta verilişlərdə, verilişdən əvvəl də bizim söhbətimiz oldu. Məsələn, mən televiziya verilişlərini çox istəyirəm, dəqiqə qonaq getmirəm, çünki %90 bilirəm ki, nə baxılır, nə kimsə qayıdır ki, falan verilişə gördüm sən, amma sosial verilişlərə dəvət edəndə gedirəm, çünki bilirəm ki, baxırlar, hətta orada görsənir də, kommentlərdə də, bəyənən də yazır, bəyənməyən də yazır, hamısının Allah canı sağ eləsin. Yəni, bu birbaşa, yəni, həmin o uşağa da o sözün başqa versiyasını dedim də. Mən dedim ki, bax, əzizim, indi oturub durub şükür etmək lazımdır ki, ümumiyyətlə kinoteatr üçün çəkilən filmləri biz YouTube-da yayımlayırıq. Bir də düşünün ki, yayımlamasaq nəyə baxacaqsınız? Platformalar var, indi yeni platformalar yaranıb, bəlkə də çoxdan yaranmalı idi. Nəyi müzakirə eləyəcəksiniz? Girib onda türklərə yazacaqsınız ki, bir köpüklük serial çəkməmisiniz. Girin yazın da, onlar da bir köpüklük seriallar bəzən çəkmirlər. Bəli, mən razıyam. Onların da heç də bütün serialları yaxşı serialları da var. Amma yenə deyirəm, onların büdcələrinin qarşılığında bizim filmlərin, serialların büdcələri yəni çox belə gülüncdür. Ona görə hələ komediya çəkirik. Yəni gülünc pula. Bu sosial şəbəkədən uzaq olmağınız nəyə bağlıdır? Yəni sırf bu rəylərlə üzləşmək istəməməyinizdir, yoxsa ümumiyyətlə sosial şəbəkədə izləmək, yayımlanmaq tərəfdarı deyilsiniz? Mən bir neçə dəfə sosial şəbəkə platformamı silmişəm. Çünki qəribə bir xasiyyətim var. Mən bir şeylə biraz məşğul oluram. Sonra baxanda ki, o mənim vaxtımı çox yeyir.
daha lazımlı şeylərə daha az vaxt sərf edirəm. Mən onu silirəm. Məsələn, mənim 2013-cü, 14-cü illərdə 35 minlik Instagram səhifəm var idi. Yəni o təzə yaranan vaxtlarda 35 minlik səhifə çox ya. İndiyə yəni qalsaydı bir 350-400 min yəqin ki izləyicisi olacaqdı. Mən onu sildim, bağladım. Yəni ki bir də geri qaytarmamaq adı ilə bağladım. Yəni dondurmadım. Hətta platforma özü təklif edirdi ki, bəlkə sonra yenidən dedim, yox, ümumiyyətlə istəmirəm. Sildim, sonra yenidən açanda və baxdım, gördüm ki, yox. Yəni sosial şəbəkə izləyiciləri tamam ayrı şeylər istəyirlər səndən. Məsələn, sən nə qədər məhrəmini açırsansa, bir o qədər çox səni izləyən artır. Hə. Mən də məhrəmini açan adam deyiləm. Yəni mən 2001-ci ildən televiziyada işləyirəm. Sonra da öz filmlərimiz, öz işlərimiz, amma yəni indiyə qədər çox da ailə mövzularına girməmişəm, heç müzakirə şəraiti yaratmamışam hansısa verilişdə zətdə. Hə, uşaqlara aid verilişlərə getmişəm, Aksananın verilişinə və yaxud da Kəmalə Piriyevanın verilişinə. Bəli, izləmişəm mən. Amma yəni belə çox da yəni çox müzakirə etməyi sevmirəm ailə mövzularını. Yəni o dediyim kimi də mən ilk növbədə ailəyəm. Gəlib burada onları müzakirə etməyin bir mənası yoxdur. 3 qızınız var. Bəli. Allah saxlasın. Filmdə də Qaynata Kürəkən filmində də demək olar ki, özüm oynamışam. Özünüz oynamısınız. Orada əsas yük sizin üzərinizdə idi zaten. Senaridə də, aktyor olaraq da. Əslində mən bunu bir neçə dəfə vurğulamışam. Orada senaridə mənim adımın yazılması valihin böyüklüyüdür. Mən bayaq birinci sualımız var idi, yəni senariyə müdaxilələriniz olub. Bəlkə də yeganə filmdir ki, mən onu oxumuşam və oxuyandan sonra valihə demişəm ki, valih, bu filmin senarisinə müdaxilə etmək lazım deyil. Çox yaxşı yazılıb, çox belə uyğun xətt davam eləyir. Nəsə bura əlavə olunsa, yəni ola bilər ki, o xüsusi bir, necə deyirlər ona, qəribə bir sözdür. Yəni orada hər şey yerində idi də, onu toxunub dağıtmaq istəmədim. Bir də əlavə elədiyim o oldu ki, mən bu obrazı özümün əslən olduğum zonadan görürəm. Çünki mən ləhcə məsələsi. O ləhcəni vermə səbəbim onun daha gülməli olması deyil əslində. Yəni çox adam amma dad qatır. Düşünəblər, çox adam yox. Mən onu vermə səbəbim odur ki, mən bizim zonanın ailə başçılarında çox görmüşəm ki, qızlarına daha düşkündülər. Ailəyə daha düşkündülər. Bəlkə də mən digər zonalarda özüm ora çox getməmişəm deyə bilmirəm. Ola bilər mənə bu ailə başçıdan müşahidə elədiyinizi amma yəni ümumiyyətlə ləhcə məsələsini götürən deyirsə, mən qətiyyən onun tərəfdarı deyiləm ki, deyirlər ki, bizim ləhcəni niyə elə salırlar? Mən həmişə demişəm ki, bax, mənə təzə başlayanda bir nəfər yaxınlaşdı, dedi ki, sən bizim ləhcəni niyə elə salırsan? Dedim, əvvəla mən özüm talışam. Bu mənim öz ləhcəmdir. Sadəcə olaraq Bakıda böyümüşəm deyə. Məndə normal belə danışıq dili və aktyor olduğunuz üçün. Amma mən talış dilini də bilirəm, danışmağı, ləhcəsini də bilirəm. Bu öz yerində. Ki qaldı ələ salmağa. Dedim, Allah rəhmət eləsin. Onda Baloğlan əmi sağ idi, Əşrəfov. Dedim, Baloğlan əmi efirə gedir qonaq. Öz ləhcəsi ilə danışır da, talış ləhcəsi ilə. Siz elə düşünürsünüz ki, o bizə ələ salır. Amma o elə qəbul olunurdu. Dedi, yox. Ay soğulda, əgər biz serialda talış obrazı oynayırıqsa, ləzgi obrazı oynayırıqsa, bu onun təmsilidir. Ola bilər kimsə onu həddini aşaraq bəzi yerlərə gətirib çatdırır. Yox, mənim məsələn, Xəzər serialında həmin o talış obrazını oynadığım serialdan çıxma səbəbim obraza gələ biləcək xələl oldu. Daha doğrusu, obrazın olduğu zonaya xələl verə bilərdim. Mən qətiyyətlə dirəşdim, oynamadım. Xəzər televiziyasında serial. Mən çox gözəl maaş alırdım, çox gözəl işlərim gedirdi. Mən dedim ki, yox, mən bu şeyi oynamayacağam. Dedilər, yox, müqaviləm var, söz oynayacaqsan. Mən dedim ki, yox, mən ləhcə ilə oynamayacağam. Və həmin bölümdən sonra da biz Xəzərlə yollarımız ayrıldıq. Mən ayrı, onlar ayrı. Müqavilə demişkən, o müqavilədən əgər göstərilən bəndlərə imza atmısınız, amma sonra senaridə müəyyən narazılıqlar yaranırsa, imtina edirsinizsə, bu necə tənzimlənir?
qanun qayda ilə? İstənilən müqavilə belə deyim də qabaqcadan müzakirə olunmaqla bitirilə bilir. Təbii ki, prodüserlərin ora yatırdığı bir yatırım var. Ola bilər ki, bizim istəyimiz doğru olmaz, amma yəni prodüser də anlayır ki, əgər aktyoru artıq ora rahat deyilsə bu şərait, Məcburiyyət düzgün deyil. o həmin effekti verməyəcək. Ona görə prodüser də aktyorlarla anlaşırlar bir tərdilə, okey, bir 4 bölüm, 5 bölüm çəkilək, 1 ay, 2 ay, ondan sonra bitirək məsələn və yaxud da prodüser oturur, qərara gəlir ki, aktyorun dediyində qismən həqiqət var. O senaristlərə tapşırır ki, gəlin biraz da aktyor deyən tərəfə eləyək. Məsələn, həmin vaxtı çox belə hətta belə çəkinmədən deyə bilərəm, axmaq xasiyyətli bir adam gəlmişdi serialların başına. Xəlil İbrahim var idi. Qurulan çox gözəl bir heyəti dağıtmaqla məşğul idi adam. Onlar da dirəşdilər axıra qədər. Mən dedim ki, okey, dirəşirsiniz, dirəşin də. Heç bir problem yox. Küskünlüklər olubmu Tərlan bəy? Küskünlük, ümumiyyətlə yaradıcı adamlar tez inciyirlər. Küskünlük nə mənada? Nələrsə xoşunuza gəlməyib, yığılıb, inciyib, bu sahədən Mənim getmək, uzaqlaşmaq. ən böyük inciliyim elə həmin vaxtı tamaşaçılardan olmuş. Çünki Aramızda qalsın serialında mən kənar obraz kimi gəlmişdim. İkinci dərəcəli obraz kimi, belə deyim. Hətta dəqiq anlaşılsın deyə mən deyim də 2 ya 1 səhnəm var idi. Birinci bölümdə deyə bilməm, ikinci bölümdə. Növbəti bölümdə də 4 dənə səhnəsi var idi. Mən də gəldim, tam gücümü qoydum. Orada senarist Valih Əhmədov idi elə. Rejissor da Cihan Taşqın var idi, türk. Onunla da danışığım belə olmuşdu. O mənə maddi təklif, mən demişdim ki, mən siz dediyiniz təkliflə 5 il əvvəl belə çəkilməmişəm o qiymətə. O demişdi ki, bugünün reallığı ilə mən bundan artıq sənə verə bilmirəm. Amma effektiv olsa, nə desən mən o qiyməti sənə verəcəm. Mən də zaten tamaşakar adam deyiləm. Elə canımı qoydum, artıq 4-cü, 5-ci bölümdən o tərəfə hadisələrin axarı evdən ofisə köçdü. Yəni 50% ofisə yazılırdı, 50% evə yazılırdı və daha çox, yəni baxılma səbəbi ofisdə olan hekayələrin daha maraqlı olması idi. Həqiqətən də adam kişi adamı idi, maaşını da qaldırdı. Validgilə də güc düşdü, çünki Validgil bəlkə bir 6-7 bölüm önə yazırdılar və onu dəyişdirmək var idi, əlavələr eləməli var idi. O səhnəni azalt, bu səhnəni çoxalt. Amma sonradan artıq tam tempə düşmüşdü. Amma çox izlənən serial idi o dövrdə. Bəli. Tamaşaçılardan İndiyə qədər belə deyim də, mənim yadımda qaldığına görə ən çox reytinq verən o olub. 31 reytinq verdiyi olub. Tamaşaçılardan küskünlüyünüz nədən oldu? Hə, o yarıçıq qaldı. Mən o serialdan gedəndə mən məsələn düşündüm ki, ilk növbədə düşündüm ki, aktyor həmkarlarıma etiraz eləyərlər ki, necə ola bilər də siz bizim əsas aktyorlardan birini yola salırsınız. Onlardan səs gəlmədi. Dedim, okey də, indi hərəsi çörəyinə görə işləyir, onu anladım. Amma tamaşaçıdan incidim ki, tamaşaçının ki, bu işdə kimdənsə asılılığı yoxdur. Ən azı kommentlərdə və yaxud da o vaxtı televiziyalara məktub da yazmaq olurdu, radiolara zəng də eləmək olurdu, verilişlərə qoşulmaq da olurdu. Yəni, həmin vaxtda heç bir nəfərin belə etirazı olmadı. Tamaşaçılar tərəfindən heç bir rəy bildirilmədi. Heç bir rəy bildirilmədi, heç bir fikir bildirilmədi. Bəlkə qarşısı səssiz etiraz eləyiblər bəlkə də. Bəlkə də, amma yəni mən bəlkələri sevən adam deyiləm də. Çünki zəm varsa digər tərəfi günaha bağlanır. O tərəfinə getməyəcəm. Dəqiq bildiyimi deyirəm. Həmin vaxtı bir balaca məndə türklər demişkən hayal qırıqlığı, yəni xəyal qırıqlığı yarandı ki, necə tamaşaçı qorumadı da öz sevdiyi obrazı. Amma ondan sonra anladım ki, okey də, bəzi şeylərdə çox da, yəni tamaşaçıya, çox da işlədiyin həmkarlarına etibar eləməyəcəksən. Onu biraz özümdə dəyişdirdim. Getməyin peşmançılığı oldu mu Tərlan bəy? Mən heç bir qərarımda heç vaxt peşmançılıq vermirəm. Yəni çünki bu qərarı mən vermişəmsə, o qərara məni gətirən hansısa bir məqamlar olur, mütləq. Mən o məqama görə qərar vermişəm. Başqa nə üçün mən peşman ola bilərəm? Yox, tamaşaçıların diqqət ayırıb, etiraz etməməklərinə ki, küsmüsüz, ona görə soruşdum. Mən tamaşaçını zaten onda anladım ki, etinasızdır.
Ümumiyyətlə tamaşaçı İstisoyuq etibarsızdır. yoxdur. Etibarsız necə? Yəni belə efir etibarsızdır, tamaşaçı yox. Efirdə müəyyən müddət yoxsansa, tamaşaçı artıq səni unudur. Tamaşaçı üçün çox da bayaq söhbət edirdik yəni. Çox da istisoyuğu yoxdur ki, efirdə nə var, nə yox. Həmin vaxt televizor yandıranda nəsə varsa var, yoxdursa yoxdur. Tembol indi platformalarda elə filmlər var, elə seriallar var. Artıq sərhədlər də yoxdur. Yəni Bəli, tamaşaçının seçimi çoxdur indi ona görə. Tərlan bəy, bəs aktyor qonorarı sizi qane etmir təbii ki. heç kimi qane, tək aktyor deyil ki. Yəni biz aktyorları dəvət edirik bura, amma yəni mən heç vaxt görməmişəm ki, hansısa bir verilişə səs rejissorlarını dəvət eləsinlər, işıq rejissorlarını dəvət eləsinlər, baş operatorları dəvət eləsinlər. Amma onların da sözləri var. Sadəcə onların sözlərini biz eşidirik. Heç kim öz maaşından razı deyil seriallarda. Hətta sizin keçən verilişdə bir məqam var idi. Orada bir aktyor qardaşımız digər aktyor qardaşımızı günahlandırırdı ki, vaxtı ikən o özü narazı idi. Bəli. Daha sonra özü insanları narazı saldı. Çox qəribə bir şeydir. Vaxtı ikən narazılar siyasətində olan adamlar sonradan istehsalçıya çevriləndə özləri də digərlərini narazı buraxırlar. Ki bəlkə də bilmədiyimiz bir şey var. Mən istehsalçı heç vaxt olmamışam. Ona görə bilmirəm ki, məsələn, mən serial çəksəydim, insanlara necə maaş verərdim və yaxud da mənə nə veriblər ki, mən onları narazı qoymuşam. Hə, təbii ki, əgər yaxşı pul verilibsə, kimsə kiminsə haqqına girmək üçün o pulu kəsib özü daha çox qazanırsa, yığdığı aktyor heyətinə onların dəyərindən daha az pul verirsə, bu onu nəinki bu dünyada, o dünyada da, yəni Allah qarşısında da günahkar çıxaracaq, Əlbəttə ki. Amma yəni belə deyim də, bəzi aktyorlar var ki, həqiqətən də onlar yəni o qiymətə zaten işləyirlər. Yəni onu etiraz etməyim, bir adı yoxdur. Mən məsələn xoşuma gəlməsə etiraz edirəm və yaxud da etiraz eləmədən də sağollaşıram, gedirəm ki, maddiyyata görə mənim kiminləsə sağollaşdığım yadıma gəlmir. Çünki mənim üçün maddiyyat çox geridədir. Yəni məsələn gedib kiminləsə hansısa bir işi danışdığım olub, film üçün çağırmışdılar, səhv eləmirəmsə, ya serial üçün. Adamlarla birinci söhbət oradan başlayıb ki, mənə dedilər ki, siz neçəyi çəkilirsiniz? Mənim film kim yazır? Deyiblər ki, filan kəs yazır, senarist heyəti budur, uzatdı. Siz neçəyi çəkilirsiniz? Demişəm ki, kim çəkir? Aha, çox gözəl. Yəni bir neçə dənə sualdan sonra axır mən hövsələm çatmadı, dedim ki, valla mənim üçün o sizin verdiyiniz sual var ha. Əslində mən onu sizə verməliyəm də, nə qədər verəcəksiniz mənə? Mənim üçün o sual gəlir 30-cu, 35-ci, 40-cı yerə. Çünki əgər xoşa gəlməyən bir heyət varsa və uğursuzluq ola bilərsə, sizin alacağınız heç bir pul o uğursuzluğu örtbasdır eləyə bilməyəcək. Bu da birbaşa mənə təsir eləyəcək. Məsələn, serial olub ki, baxmışam ki, senarisində senaristlər biraz məsuliyyətsizlik eləyiblər gedişatda. Obrazımın səhnələri məsələn 1-2 səhnəyə düşüb. Mən demişim ki, okey, obrazı bitirin. Aha. Onda ayılıblar ki, mən nəyə etiraz edirəm? Çünki mən öz kapasitəmi bilirəm axı. Onlar özlərini yormamaq üçün mənə yazmayıblar. Çünki mənə yazanda zarafatlar yazmalıdılar, əlavə situasiyalar yazmalıdılar. Çox səhnə olanda çox situasiya tələb edir və bu senaristin işini çətinləşdirir. Onlar özlərini yormamaq üçün tamaşaçı üçün nəyi göstərirlər? Okey, yəqin Tərlan zəif oynayır, ona görə cəmi bir səhnə yazıblar buna. Aha. Mən də bunu həzm eləyə bilmirəm axı. Mənə görədirsə günah, mən oynaya bilmirəmsə, gəl mənimlə söhbət edin, Tərlan, bizimlə səninki alınmadı, istədiyimizi eləyə bilmədin, ona görə səninlə yolumuzu ayırırıq. Həyatımda bircə dəfə bu sözü eşitmişəm, dünyanın ən alçaq adamından eşitmişəm, adını belə çəkmək istəmirəm, digər heç bir adamdan eşitməmişəm. Alçaq adam da öz adını bilir. Tərlan bəy, tənqidə münasibətiniz necədir? Bu sizi motivasiya eləyən məqamdır, yoxsa biraz ruhdan salır sizi? Təhqirdən söhbət getmir, tənqiddən. Təhqiri qəbul ümumiyyətlə etmirəm, o dediyiniz kimi. Yəni təhqirlə başlayan kommentləri ümumiyyətlə heç davamlı oxumağa ehtiyac yoxdur.
Kimsə onun davamını oxuyursa, artıq özünə hörməti yoxdur. Çünki belə deyim də, yəni ən kobud formada desək, eşşəyə belə heyifdir də, yəni o adamı eşşəklə tutuşturmaq. Eşşəklə də yəni dirəşibsə, o bir yerdə dayanıbsa, durub onu döyməklə deyil də, çıx get yine, o eşşək yerindən tərpənməyəcək. O adamın da fikrini dəyişənməyəcəksən. Təhqirlə başlayıbsa artıq bitdi, onun davamını oxuma. Onun yazdığı da boş şeydir, onun fikrini dəyişənməyəcəksən. Tənqid olan kommentləri, fikirləri çox yaxşı qəbul edirəm. Amma bəzi məqamlar var da, yəni mən məsələn tənqidin digər tərəfini öyrənən adamları çox sevirəm. Məsələn, mən fikir versə o bundan əvvəlki sualda da dedim, hə, ola bilər ki, istehsalçı az pul alıb, ona görə məcburən az pul verir. Ki, arxa tərəfi var, biz o həqiqəti bilmirik. Çox pul alıb elə eləyibsə, hər iki dünyada cavabı var. Yəni, tənqid etdiyin mövzuda sənin ətraflı bilgin yoxdursa, məlumatın yoxdursa, məncə o tənqidi biraz daha ehtiyatla et. Çünki məsələn, belə deyim də sizə, gedirsiniz hardasa kimisə evinə yemək yemək. Yeməyi yeyib, əvvəla ağız dadına fərqli ola bilər, hər ailənin öz ağız dadı var. Qadınlarda var da, məsələn, çıxır gedir, deyir ki, dolmasının dadı yoxdur. Amma məsələn, sən onun mətbəxinə keçib baxdınmı ki, o nə qədər ətdən o dolmanı pişirir. O səni sayıbsa. Əziyyət çəkir, ən azından. 100 qram dolmaya, göyərtini biraz çox, nə bilim, hansısa tərəvəz qatıb, sənin qabağına hörmətli dolmanı gətiribsə, ya bu sənə hörmətinin əlamətidir, bu tərəfini düşün. Çünki, yenə deyirəm, bizim işimizdə də zaten elədir. Yəni, biz bəzən mətbəxini bilmək lazımdır. Kağızdan konfet düzəldirik. Yəni, sözün əsl bəzən yox, çox var. Yox, bəzən olur. Bəzən. Niyə görə? Çünki çox vaxt bizi məcbur eləmirlər ki, falan şeyi, işi görün, götürün. Biz onu həvəslə götürürük. Həvəslə götürürüksə, o kriteriyə girmir ki, pulu az veriblər. O artıq bizim öz həvəsimizlə bağlı bir işdir. İndi biz bu konfeti düzəldiriksə, sən bir öyrənginən ki, səbəblər nədir ki, belə bir film ortaya çıxdı, belə bir serial ortaya çıxdı. Məsələn, biz bir dostumuza kömək elədik, çalışdıq ki, çox xərci olmayan bir film ortaya çıxsın. Niyə? Çünki bundan əvvəl həmin adamın çox bahalı bir filmi çəkildi və bileti normal satılmadı. Hekayəsi tamaşaçı tərəfindən yeyilmədi və çalışdıq ki, ona maddi kömək olaq. Hə, alındı mı? Məncə tam alına bilmədi, çünki kinoteatrların özündə problem var. Son dövrlər çəkilən filmdir bu? Çox detallara girməyim ki, sonra kimisə birdən o detallardan nəsə çıxardıb öz xətrinə deyər. Çünki məndən çox tez inciyə bilir cəmaət, bilməm niyə. Yəqin çox kəskin deyirəm bəzən sözləri. Amma yenə deyirəm, gülməli film idi, gülməli idi. Keyfiyyətli film idi, özümüz də bilirik ki, yox. Yenə deyirəm də, yəni biz məcburən onu eləyirdik ki, bir istehsalçı bankrotdan yaxa qutarsın. Ayağa qaldırmaq. Ən az batmasın. Ayağa qalxmağı bir ayrı məsələdir. Batmasın. Adam bundan əvvəlki borcunu ödəyə bilsin. Çünki o batsa, barmaqla sayılan istehsalçılar var. Gələnin bir nəfər də azalacaq film çəkən. Nəticə etibarilə yəni filmə zərbə deyəcək. Bəs sizin özünüzün son dövrlər izlədiyiniz hansı film deyək ki, sizi qane edib və qane etməyən tərəflər nədir? Yerli ya xarici? Yerlilərdən daha çox danışaq gəlin. Mən yerli filmlərə baxanda həmin o tənqid indikatorunu söndürürüm. Çünki mən artıq bu işin içində olan adam kimi anlayıram ki, çox yəni pul olmayıb məsələnin içində. Amma çox pul olan filmlər də var. Məsələn. Var. Məsələn, deyin mən o barədə fikrimi Siz buyurun. Tamamlayın fikrinizi. Şeydə özəl filmlərdən gedirsə söhbət, çox da elə büdcəsi olanlar daha doğrusu
elə də pis nəticələr göstərməyiblər. Hə, ola bilər məsələn gülmə və hekayə biraz zəif olub, amma məsələn nəticə etibarilə vizual olaraq, musiqi tərtibatı olaraq, aktyor seçimi olaraq, geyim, məkan, bütün bu şeyləri götürsək, ortaya bir iş qoyublar. Yəni bəzi adamlar gəlir, hekayəni bəyənmir. Vizuallığı önəmli. İraq ümumiyyətlə bizim sferadan, ümumiyyətlə tək bizim sfera yox, heç bir işə elə şey demək düzgündür. Havayı qalaya dəvət edirsən, adam çıxanda oradan qadir ki, bir dənə zibil çəkiblər. Orada bir 70 adam işləyib. Hekayəni bəyənməyə bilərsən. Və hətta elə bir şey yoxdur ki, sənin bəyənmədiyin hekayəni başqa bir adam bəyənməyəcək. Yəni, ola bilər 5 nəfər bəyənməsin, 3 nəfər bəyənsin. O 3 nəfər zibili mi bəyəndi? Yox. Zövqlər fərqlidir, qətiyyən müzakirə mövzusu deyil, bu bir. Amma ümumilikdə belə götürsək, neyəsə görə çox pul olanda filmdə, layihədə ilk növbədə yönlənirlər ki, vizualı yaxşı eləyək, məkanı yaxşı eləyək, hekayənin başını buraxırlar. Bəli, mən o məqamları çox vaxt orada axsayır bizim filmlərimiz. Yəni, yaxşı hekayələr daha çox müəlliflərin bir yerə yığışdığı işlərdə ortaya çıxır. Mən hətta bütün dostlarıma demişəm, bu sektorda olan bütün dostlarıma demişəm ki, nə yazsaz, əgər nə vaxtsa məsləhət bilsəz, çağırın gələk bir yerdə oxuyaq, hərə öz fikrini desin, hamımız düz deməyəcəyik. Amma baxsaz ki, filan kəs düz deyil, onu əlavə eləyin filmə. Çünki nəticə itibarilə biz Azərbaycan filminin, kommersiya filmlərinin ayaqda qalması və inkişafı üçün çalışırıq. Sən artıq işin böyük bir hissəsini görmüsən ssenari cəhətdən. Biz əlavələr deyəcəyik. Ədviyyat. Hansı ki, ola bilər sən tələsmisən və yaxud da kənar streslər səni qoymayıb, işin birbaşa içindəsən deyə başın qarışıb ona fikir vermirsən. Zaten elə olur. Biz o ədviyyatları sənə deyəcəyik. Ki, köhnə filmlərimizin çoxsunda, yəni hamısı bir yerə yığışıb müəlliflər. Əməl edən var mı indi Tərlan bəy? Yəni bu dediyinizə. Bəzilərinin hətta xətrinə dəyər bunu deyəndə. Hətta. Hə, oldu. Məsələn, Məcidin Hozu Dayə filmi var. Mən onu bir qəpiksiz müdaxilələr eləmişəm. Aha. Yəni, bir qəpiksiz mən oradan senari görüb pul almamışam. Dost kimi senari gətirib mənə, orada problem nə idi? Orada da müəlliflər çox olub əslində, hamısı dostlarımızdır. Sadəcə olaraq ortada bir dənə, necə deyim, tam işin altına girən redaktor olmayıb ki, o hekayələri düzgün bir yerə hörsün. Yəni, onu hörmək lazım idi. Mən oxudum, dedim ki, ideya əladır Məcid. Yəni, bunu daha yaxşı eləmək olar da, yəni bundan. O dedi ki, 4 gün vaxtım var, 4 gün sonra biz bunu oxumalıyıq. Dedim, o çatdırmaram. Dedi, nə olar ki, biz necə qardaşsan? Heç nə. Məcidlə bir yerdə elə Məcid, mən 4 gün, 4 gecə. Bildiyiniz, yəni 4 gün, 4 gecə. Bunun üzərində işlədik və düşünürəm ki, ortaya çox yaxşı bir iş çıxdı. Hozu Dayə yaxşı. Hozu Dayənin gözləmədiyin anda, yəni komediya filmi özü də Hozu kimi komediyada. Yəni Hozu daha çox belə, necə deyim, xalq koloritli bir qəhrəmandır da. Yəni Talehin məsələn Zəhər Tuluğundakı o satirik zarafat eləyən qəhrəman deyil. Daha çox uşaq xasiyyətli, tam belə adına uyğun olan hozu zarafatlı bir adamdır. Və onun o zarafatların içində bir anda filmin sonuna yaxın bir dənə belə şillə vurur sənə. Və sən ayılırsan ki, hozuda mənə mesaj verdilər ki, ananın qədrini bilmək lazımdır. Ailə dəyərləri var orada. Yəni Məcidin özünə, mənim özümə dəfələrlə neçə nəfər adam zəng edib ki, yəni biz o filmdən ağlayıb çıxdıq. Yekə-yekə kişilər, yaşlı adamlar. Yəni deyirlər ki, filmdən çıxıb birinci anama yığmışam, zəng eləmişəm. Sonra səhər yığmışam ki, bu tamam ayrı bir şeydir. Ondan sonra Hozu 007-də də yəni biz o praktikadan istifadə elədik. Məcidin son filmində də ondan istifadə etdik ruh atasında. Yəni ümumiyyətlə dostlarıma mən həmişə məsləhət görürəm ki,
tək komediya deyib keçməyin də. Mütləq komediyanın Bəli, içində çox də çətin janr bir mesaj əslində olsun. komediya. Valihin də məsələn romantik komediyadır, gülüş tərzi az da Amma o da olsa çox yaxşıdır. Ailə Sentimental dairə bəli, dəyərləri hisslər çox var. belə yumşaq film deyirəm mən o tipdə filmlərə. Çox qəşəngdir. Duyğulara toxunur birbaşa. Yəni ailə Çox. dəyərlərini xatırladır. Yəni mən çox bəyənmişdim o filmin verdiyi mesajı, ötürmək istədiyi duyğuları. Yəni Valeh çox fərqli biridir ümumiyyətlə. Valeh o vaxtı bizi ilə bərabər işləyirdi. Mən niyə görə indi bunu deyirəm anlayacaqsınız. Bir gün Valeh gəldi ki, mənə icazə verin mən çıxım gedim. Mən Xəzər TV-də öz layihələrimi eləmək istəyirəm də, özüm istəyirəm artıq istehsalçı olum. Biz sevindiydik ki, okey Valeh yolun açıq olsun, nə kömək lazım olsa, biz də sənin yanındayıq. Valeh sonradan layihələr elədi, Xəzərdə bir yerə çatdı. Sonra bir gün Valeh gəldi ki, mən istəyirəm Xəzərdə də seriallara başlayaq. Biz inanmadıq. Amma yəni Valehin könlünün də qırası deyil ya. Valeh dedi ki, Valeh nə bilim, xeyirli uğurlu olsun. Valeh o işi alındırdı. Və hətta bizi belə çağırdı ora, biz çəkildik. Nə gözəl. Yəni öz köhnə komandasından bir çox adamlar o layihələrdə daha da böyüdülər, Zəhmətli daha iş da insandır Valeh bəy ümumiyyətlə. çox həddən artıq hədəfə gedən adamdır. Məsələn bizim o vaxtki heyətdən Rüfət Şahbazov, onun yanında onunla bərabər işləyə-işləyə böyük seriallarda Rüfət hal-hazırda tam sərbəst işləyən rejissorlardandır. Mən özüm bir level atladım o türk rejissorunun sayəsində, Elməddin özü qaynana serialında və bir çox dostlarımız o seriallarla biz seriala baxışımız dəyişdi. Biz artıq oradan çıxandan sonra biz tamam ayrı leveldə işləməyə başladıq. Tamam ayrı tələblər, tamam ayrı hekayələr üzərində işləməyə başladıq. O da Valehin sayəsində oldu. Valeh filmlərə başlayanda da mən düşünürdüm ki, Valeh sən niyə rejissorluq eləyəsən ki? Nəyinə lazımdır da bu? Amma adam öz içindəki enerjini hiss eləyir də. Yəni biz onun içini bilə bilmərik. Bir müddət sonra mən baxdım ki, yox, Valehin özünün fərqli bir dəsti xətti var. Biz onun iç dünyasını digərlərindən daha çox anlayırıq. Və ola bilər kimsə onun filmlərinə baxanda bəzi şeyləri anlamır. Düşünür ki, Valeh niyə belə eləyib? Amma biz baxırıq ki, Valeh onu bu şeylərə görə eləyir. Orada elə bir mesajı, elə bir məqamda verir, elə bir gözləmədiyin anda sənə elə mesaj ötürür ki, sənin heç xəbərin olmur, sən onu artıq bir də ayılırsan ki, nə dadlı idi bu? Ötürürsən, artıq həzm eləyirsən, artıq həzm olunub, cana işləyir o. Film bu cür olmalıdır əslində. Ona görə mən Valehə sadəcə olaraq uğurlar arzulayıram və həmişə özünə də demişəm, indi də neçə dəfələrlə demişəm ki, nə vaxt mənim köməyim nəsə lazım olsa, bir qardaş kimi, çağır gələk eləyək. Çünki Valehin ayrı bir dünyası var. Yəni, nə vaxtsa Valeh filmdə də qarşısına qoyduğu hədəfə çatacaq. Necə ki, serialda vaxt ikən çatdı, necə ki, verilişlərdə istehsalçı olaraq həmin hədəfinə çatdı. Valeh qarşısına bir hədəfi qoyubsa, dediyimiz kimi, zəhmətkeş adamdır və ürəyi təmiz adamdır deyə o hədəfə çatacaq. Biz də ona köməkli olacağıq. Valeh Çox bəy biz gözəl uğurlar uğurlar arzu edirik. Dəyərli edirik. insandır bizim üçün Valeh bəy. Həmçinin Tərlan bəy, sizin ümumiyyətlə aktyorluq sənətinə münasibətinizə gəlmək istəyirəm. Bu aktyorluğa sənət kimi yanaşırsınız, yoxsa bir gəlir mənbəyi kimi? Ömrümün bir hissəsini gəlir mənbəyi kimi yanaşmışam. Amma son illərdə biraz gəlirdən daha çox sənət siz necə? Mənə məsələn 20 il əvvəl sual versəydilər ki, veriblər də. Ad almaq, 15 il əvvəl belə bu sual veriblər, çox tanınmış idim onda da mən. Dedilər ki, bəs ad almaq fikriniz adınız yoxdur. Mən dedim ki, yox, üstün mən aktyorluğu oxumamışam. Mənim elə bir hədəfim yoxdur. Yəni mən kiminsə haqqına girmiş olaram. Amma bu yaxınlarda İlqarın verilişində oldum. İlqar Mikayılov. Orada belə bir söhbət açıldı. Başqa adama sual verildi. Sonra da mənə yönləndirdilər. Mən dedim ki, valla o ad məsələsi deyil. Məsələn, ola bilər ki, ad olmasın. Amma nə vaxtsa nazir
hansısa filmə görə, hansısa bir seriala görə və ümumiyyətlə Azərbaycanda serialın yaradanlardan biri mənəm. İlk serialların istehsalçıları bizik. Bizim o sıfır Sizdən xeyrinə, başlayın. bəli, yəni bizə qədər belə də bədii müəyyən seriallar var idi. Serialı bədii filmlər var idi. İtkin gəlin, yanmış körpülər, bu tip şeylər Bir var idi. neçə seriyadan ibarət bədii film. belə O da deyək. fərqi nədir serialdan? Onlarda hekayənin nə ilə başlayıb, nə ilə bitəcəyi artıq bilinir. Onu çəkirlər. Bizdə elə deyil axı. Biz mövsümü serialıq. Biz hər bölüm tamam ayrı hekayə yazırıq. Tamam ayrı bir şey yazırıq. Yəni ilk mövsümlük serialı biz eləmişik. Hətta ikincisini də biz eləmişik. Üçüncüsünü artıq Xəzər TV elədi. Sözümün canı nədir? Məsələn, ola bilər də türklərdə məsələn hər festivalda, hər hansısa bir premiyalar veriləndə bir də fəxri ödül olur. Məsələn, onlar düşünürlər ki, onların vaxtında, bu adamların vaxtında ola bilər texnika zəif olub, ola bilər hekayələr zəif olub, amma bu adam ömrünün 20 ilini bu işə verib. Həsr ediblər. Məsələn, çağırırlar, ya bir də kağızdan nəsə verirlər, ya bir də nəsə düzəlmə nəsə verirlər ki, siz də ömrünüzün filan qədərini bu işə sərf eləmisiniz. Dəyərli olduğunu hiss etdirin. Çox sağ olun ki, yəni bu işdə olmusunuz. Yəni bunu belə anlamaq bu işin içində olan adamlara qazancından milyon dəfə çox daha həzz verir. O olmayanda ola bilər ki, biraz aktyorlarımız incisinlər ki, çox vaxtda haqları var. Çünki yəni yenə deyirəm də müğənni ola bilər verilişə çağırmasınlar. Amma müğənninin toyu var. Aktyorun verilişə çağırmırsansa və aktyora hiss elətdirmirsənsə ki, o lazımlıdır, onun zaten toyu yoxdur. Onun qazancı bir yerdəndir. Yəni başqa yerdən o zaten qazana bilməyəcək bu pulu. Neynəsin? Ən çətin o dövrlərdə olduğu kimi ən sevilən aktyorlarımız qrim eləyib təlxəy kimi toylara mı getsinlər, uşaq ad günlərinə mi getsinlər? Ki o dövrü keçiblər və artıq çox adam bir də o dövrə geri qayıtmaq istənir. Yəni mən heç kimin adını demərəm, amma həmin o siyahıda mənim dostlarım da var, yaxınlarım da var. Mən onlarla o vaxt söhbət edəndə baxırdım ki, onlar mənim kimi deyil, onlar peşəkar idilər, onlar onu oxuyublar. Və baxırdım ki, adam 4 il oxuyub, hal-hazırda buna bizim pulumuz yox idi, öz serialımıza çağıran birdi. Digər seriallarda yəni sadəcə olaraq çağırmırdılar. Yəni belə yoldan keçmə adamlarla bəziləri işləyirdilər, amma aktyorları çağırmırdılar. İndi amma məsələn mən baxıram, sevinirəm. Məsələn, çox aktyorlarımız yerlərini tapıblar. Artıq onlara etibar olunur böyük-böyük kanallarda, ictimaidə də, ARB-də də, Xəzərdə də baxırsan ki, serialda drama aktyorlarına çox qəşəng işlər verilir. Onların bu işdən pul qazanması o qədər yaxşı bir şeydir. Bəli. Sadəcə indi biraz ola bilər say etibarilə artıb yerli seriallar həm də. Əslində az olub da keçən illərə baxanda. Amma keyfiyyətli işlər də var. Belə deyək, keyfiyyət kriteriyaları bəlkə biraz dəyişir. Keyfiyyət artıb bir mənalı olaraq. Gündəlik serialları ümumiyyətlə mən düşünürəm ki, saxlamaq lazımdır. Aha. Maraqlı. Gündəlik serialları məsələn TikTokda, Instagramda, məsələn Drama Queen zat kimi bir şeylər var deyəsən, o proqramlar var Facebookda zat da. Orada gedib çəkmək olar. Çünki zaten qiymətlər o qiymətlərdir. Yəni bizim bir günə, yəni həftədə bir bölüm üçün çəkildiyimiz bir günə aldığımız pulu orada çoxsuna həftədə o qiymət verirlər aktyora. Aktyorun günü güzaranı olmur. Gecəsi gündüzü olmur. Yəni ona görə düşünürəm ki, gündəlik seriallar keyfiyyəti öldürür. Bir mənalı. Aktyor oyununu öldürür. Bəli, razıyam bu fikrinə. Rejissor yaradıcılığını öldürür. Çünki aktyorla işləməyə vaxt qalmır, belə deyək. Aktyorla demək olar ki, işlənir. Yəni rejissor qabağına prodüser tərəfindən məqsəd qoyulur ki, bu gün 20 dənə səhnə çəkmək lazımdır. Bitdi. Və 20 dənə səhnə bu bölümdən deyil ha. Həftə ərzində olan 4 dənə, 5 dənə bölüm varsa, onun burada olan səhnələridir və sonra da biz oturmaq ki, ardıcıllığı necə oldu burada o pəncə ilə idi, ora gələndə o. Bəli, amma tamaşaçı onlara fikir verir sizə deyim. Tamaşaçıya bu problemləri anlatmaq lazımdır ki, bəlkə tamaşaçılar onda düşünsünlər ki, biz bunlara komment yazırıq ha. Bəlkə də bu yazıq əziyyət çəkib. Biz sizə
düşünmədən bir dənə təhqirlə yazır. Siz Axı pərdə arxasını görmür tamaşaçı. Hansı Göstərmək şərtlərdə, lazımdır da. hansı şəraitdə bunlar çəkilir? Onlar ondan məlumatsız olur Sizə deyə. dediyim kimi də, yəni bu sizə indi qızım sizə deyirəm, gəlin sən eşit. Kanalların hansı birində məsələn hansısa operatoru çağırırlar ki, filan uğurlu layihənin baş operatoru. Eşitmisiniz elə bir şey? Nadir hallar. çox nadir hallar. Hansı? Bax bir dənə o nadir hal deyim mən. Valla Heç vaxt olmur. yadıma gəlmir. Rejissor maksimum çağırırlar. Bəli, maksimum rejissor. Maksimum. Ki rejissoru da sözləmirlər. Niyə? Çünki rejissorlar adətən ağır təbiətli adamlar olur. Onlara nə lazımdır? Hər dənə verilişdə qalmaqalzad olsun ki, Amma rejissorların da yükü çox ağırdır, mən sizə deyim. Çünki çox ağırdır. Rejissorun üzərinə çox yük düşür. Həm ssenaridən xəbərdar olmalıdır, həm texniki, yəni ümumiyyətlə işıqdan, serial kameradan tutmuş biznesində, və son olaraq aktyorla işləməyə artıq rejissorun vaxtı qalmır. serial biznesində rejissor və ssenarist öz aralarında əlaqədə deyillərsə, paslaşmırlarsa, o serialın uğurlu olma ehtimalı çox zəifdir. Çünki adətən rejissorlar ssenaristlərə düzgün yön verirlər. Çünki ssenarist aktyoru görmür. Aha. Bir də son nəticəni görürlər də ssenaristlər. Məsələn, otururlar onlar da tamaşaçı kimi montajda son nəticəyə baxır ki, yaxşı oynayıb ki bu. Anlamır ki, o səhnəni çəkəndə rejissor, həmin aktyorun partnyoru, digər aktyor, operator, işıqçı, bir dənə aktyorun çox, yəni səhnəni səhv anlamasına görə, yaddaşın olmamasına görə və yaxud da yaddaşı var da məsuliyyətsizlik eləyib buna ssenari yollananda oxumadığına görə 20 dublə, 30 dublə çəkilir. Və vaxtında məşq olmadığına görə partnyorla Serialda məşq biraz çox çətindir. heç ehtiyac da yoxdur o qədər. Çünki nəyə görə? Bax, çox adam deyir ki, məşqsiz səhnə olar. Bu tamaşa deyil. Bəli. Tamaşa birbaşa bəli, tamaşaçının önündə oynanılır deyə orada səhvlər bağışlanmır. Bu bir. İkincisi, sən səhvin qarşındakı aktyoru da səhvə meylləndirir və ona görə aktyorlar deyirlər ki, əlavələr etmə tamaşada. Nə yazılıbsa onu oynayaq. Çünki mən sənin o sözünü gözləyirəm. Mənim üçün sənin o sözün olandan sonra mən pərdə arxasından çıxacağam, mən yerə yıxılacağam, mən bunu eləyəcəm. Ona görə onlar o məşqi avtomata çevrilənə qədər davam edirlər. Bir neçə ay sonra da səhnəyə çıxıb, məsələn onları gecə oyat deyilən ki, Arşın Malalanda məsələn Asiyanın qaçırılma səhnəsində hansı sözü deyib girirdim pərdə arxasından, o onu əzbər deyəcək ki, budur, nəyə lazımdır ki? Biz vurma cədvəlini o vaxt elədik. Yox, təbii ki, teatrla Serialda o elə deyil. Sən bir obrazı tapırsan, onun biz fişka deyirik, xarakterik sözləri olur. Onları bilirsən və sən sadəcə olaraq ssenarini oxudun, 2 dəfə məşq elədin, hamı bildi ki, situasiya nədir, kim hardan gələcək. Sadəcə olaraq o şirinliklər və əlavə edib bunu edirsən və yenə deyirəm, alınmayanda digər kadrlara keçirlər, montajda da bunu daha uğurlu şəkildə birləşdirib qoyurlar tamaşaçının qabağına. Ona görə serialın çox məşqə ehtiyacı da yoxdur. Amma aktyorun işini çətinləşdirir, mən sizə deyim, çox çətinləşdirir. İşini bilən adam üçün çətin deyil. Yox, çətinləşdirir. Müəyyən hazırlıq yenə də lazım olur. Hardasa. Bir sual. Nə barədə məsələn? Dramda ola bilər hansısa səhnələrdə Yox, ola xarakterinə hazırlıq ən azından. Qətiyyən xarakter əzbər bilirsiniz. Yox, bəzən çox vaxt aktyorlar gündəlik seriallardan şikayət edirlər. Gündəlik serialı mən adınızdan deyirəm ki, ümumiyyətlə lazım deyil. Azərbaycana böyük bir ziyanı var. Bəs ümumiyyətlə kommersiya filmləri ilə dövlət sifarişi olan filmlər arasındakı fərq sizə görə ən böyük Hardan fərq, o fərq? uçurum, hardadır? Mən dövlət filmində olmamışam axı, fərqi bilənmərəm. Bilet satışını deyirsinizsə, uçurumdur, amma onlar tərəfə uçurumdur, biz tərəfə yox. Son sual verim Tərlan bəy. Azərbaycanda aktyor olmaq üçün istedad kifayətdir, yoxsa mütləq tanışlıq və əlaqə lazımdır? Tanışlığı o barədə deməzdim mən, amma ətrafının önəmli bir rolu var. Məsələn, bizim bir dostumuz vardı, yenə də adını çəkməyəcəm, qeybət olmasın deyə, yaxşı mənada. Bax, o bizim ətrafımızda otururdu. Yaxşı da, qabiliyyətli də uşaq idi, həvəsi də var idi. İlk dəfə o, mən xəritəsini mən yazmışdım ssenarinin, sonra gördüm, yox, mən sözüm düz gəlməyəcək. Mən kənarlaşdım, başqa adam ssenarini yazdı. Amma yazanda belə mən dedim ki, bu obrazı bu adam oynaya bilər. Onun da həvəsi zaten var idi. Görüntüsü də qəşəng idi, oğlan idi.
Və o adam çəkildi. Ondan sonra 1 2 belə deyim də, yəni ata ocağında belə çəkilib böyük aktyorlarla. Son uğurlu serialların ikisində belə var. Yəni bildiyimiz dram, thriller janrında olan seriallarımızın ikisində var bu adam. Halbuki bu adam aktyor deyil, həvəsi var idi və oturub durduğu mühit onu ora gətirib çıxardır. Yəni Türkiyədə də bu var. Deyir, alma istəyən alma ağacının altında otursun. Təbii ki, təbii ki. Çünki oturduğumuz mühit sizi dəyişdirə bilir. Bizdə onsuz da belə deyim də, nə qədər tanışınız olsa da bu sferada, siz yaxşı oynamırsınızsa, nə edirsən elə? Belə qardaşın olsun, deyəcək ki, mənim işimə şey eləmənə mane olma. Sən yaxşı oynayırsan və yaxud da səndən nəsə alınır ki, səni yavaş-yavaş başlayırıq çəkməyə. Yəni 1 bölüm, 2 bölüm, 3 bölüm, bu artıq o deməkdir ki, sən artıq 1 dəfə, 2 dəfə sonra bir dəfədən artıq keçmir xətir hörmət. Hətta kim tapşırır belə tapşırsın. Yəni bizə o qədər adamları tapşırıblar, elə adamlar tapşırıb ki, gəliblər demişlər, yox, bu bizi yoracaq. Plus yəni oyunu yoxdur. Amma adam var ki, hə yorur, amma o axırda yaxşı alınır. Deyirik, niçə qoy əziyyət bizə qalsın. Əsas serialda o məşqlərdə deyirsə, məşqdən daha çox aktyorun məsələn etdiklərini yadında saxlaması önəmlidir. Məsələn, bu ümumi plandasa, bu ümumi planda sən bunu buradan götürüb bura qoymusansa filan sözdə, onu digər kadrlarda da eləməlisən. Problem bax onları yadda saxlamayanlar da çıxır. Bir də qabağındakı zəif olanda mən hərdən başa salıram ki, o deyir ki, şimdi zəifdir, sən nə fərq var? Sən oyunu oyna da. Deyirəm, yox. Bax, o səhv eləyir ha. Mən görürəm ki, o ümumi kadrda səhvlər olacaq. Məcburən artıq onun da əvəzinə başlayıram yadda saxlamağa. Məsələn, oynayanda deyirəm ki, sən o sözdə onu götürmüşdün. Stop veririk orada, bir də o yerdən başlayırıq çəkməyə. Yəni, 2 qat əziyyət. Bir də çünki o adamdan 2 dənə var səhnədə. Başlayıram artıq 3 adamın hərəkətini yadda saxlama. Bir də bu sözə qüvvət çoxdan işlədiyim bir rejissorumuz indi bir yerdə işləyir, Ramin Nəbiyev. Keçən sözümə deyir ki, bəs ay Ramin, ay Tərlan, sən yaddaşın əvvəl yaxşı idi da, hər şeyi yadda saxlayırdın. Amma indi baxıram ki, elə deyir. Yaddaşında nəsə problem var? Deyirəm, yox. Deyir, bəs niyə belə? Deyirəm, valla, mən baxdım ki, yaddaşı yaxşı olan da eyni alır, olmayan da eyni alır. Dedim ki, mən niyə özümü yoruram da? Yəni, özümə aid olan hissələrə daha çox odaqlanıram indi. Xətir əziz olan adamlar var ki, onlarla oynayanda istəmərəm ki, onların da hansısa oyununda səhv olsun. Onlar üçün də deyirəm. Bir də, məsələn, Şirin serialı biz üçün bir ayrı bir yerdir də. Yəni, biz ora pul qazanmağa yığışmamışıq. Ki, o səviyyəli komediya Azərbaycanda yoxdur. Çox yaxşı keyfiyyətdə çəkilir, fərqli çəkilir. Senari ola bilər, biraz tələsikdə yazılır, biraz şey olsa, amma yenə də yaxşı. İmprovizələr çoxdur, hiss olunur. İmprovizə çoxdur, həddən artıq çoxdur. Çünki aktor heyəti elədir. Biz ora dincəlməyə yığışırıq. Vallahi, yəni biz heç birimiz ora bir-birimizi günahlandırmağa yığışmırıq ki, ay senarist, sən bunu niyə belə eləmisən? Biz anlayırıq ki, okey də, ola bilər senaristin bu həftə yükü çox olub. Biz başlayırıq o boşluğu doldurmağa. Senarist məsələn bilir ki, filan aktyorun problemi var və yaxud da filan aktyor 2 bölüm olmayacaq. O başlayır oranı biraz düzəltməyə. Yəni hər şeyi prodüserə çıxartmırıq. Gətirib ora bağlamırıq ki, ay müəllim, məndə bu həftə alınmır gəlmək. Bu artıq komanda işidir. Komanda bir-birinə. Yəni orada ona nail olmuşuq. Yəni biz ora yığışırıq, dincəlirik. Axşam da sağollaşırıq, bir-birimizlə uzaqlaşırıq, çıxırıq, gedirik. Yəni hamımız, heç kimin bir-birinə paxıllığı yox, heç kim bir-birinin dalıcan danışmır. Tərlan bəy, bəs sizin özünüzün canlandırmaq istədiyiniz belə bir rol və yaxud fərqli bir janrda olubmu? Bugünə qədər oynadığınız rolların, komedik rolların tam tərsi ola bilər. Bilirsiniz, o peşəkar aktyorlarda olur. Niyə? Onlar, məsələn, illərlə 4 il oxuyurlar universitetdə. Artıq o onlara müəllimlərindən ötürülür ki, məsələn, filan obrazı oynamaq, filan güc tələb eləyir, həqiqətən də elədir.
Sonra onlar başlayırlar teatrlarda işləməyə, işə düzəlməyə, tamaşalarda oynamağa. Və tamaşada məsələn epizodik rollarda oynaya-oynaya illər keçdikcə baxır ki, ay da Hamlet qəşəngdir və o özü heç kimə bildirmədən o məşqləri eləyir. Məsələn, aktyor evdə fikirləşir ki, mən Hamletdə burasında belə eləyərdim, Otelloda filan şey eləyərdim. Məsələn, mən Məktubada oynasaydım, mən belə oynayardım. Hicran tamaşasında o obrazı mənə versəydilər, mən bu cür yanaşardım məsələyə. Aktyor öz-özündə başlayır yetişməyə. Onlarda o arzu yaranır ki... Amma mən fərq qoymadan bu sualı verdim. Filmdə elə bir şey arzu yoxdur. Mən məsələn nə deyim, filan film yazılsaydı, məsələn, hərbiçi obrazı... Vətənpərvərlik mövzusu olsaydı. O obraz yazılmıyıb axı, mən nə bilim o... Dramatik bir rol. Elə bir rolda oynamaq istəyirəm ya yox. O dediyiniz şey teatr aktyorlarına aid xüsusiyyətdir. Film aktyorlarında, serial aktyorlarında elə bir şey olmur. Nadir, heç eşitməmişəm mən. Ya mən yazılmayan bir şeyi necə arzulaya bilərəm? O bədii əsərlərə aid bir şeydir. Amma yəni təbii ki, məsələn Qarabağ mövzusunda istəyirəm yaxşı bir işlərdə oynayım, tarix mövzusunda istəyirəm yaxşı filmlərdə rol oynayım. İstənilən yaxşı bir işdə adam rol oynamaq istəyər. Amma yəni kastlar necə keçirilir xəbərimiz yoxdur, bilmirik. Dəvət olunmursuz. Qətiyyən. Hətta bir dəfə bir dostumuz var, onun özünə dedim, səhv eləmirəmsə onun elə yoldaşı məşğul olur. Gördüm ki, yox, elə bağlı bir kruqdur. Eyni dəyirman, eyni adamlar, eyni dövlət filmlərində fırlanır. Ancaq komediyada görüblər sizi bəlkə ona görə. Niyə? Mənə dramda da görənlər olub. Ya həm də ki, yəni komediya sərhəd deyil ki. Komediya sərhədləri vurub aşmaq deməkdir. Bəli. Çünki mənim tanıdığım ən ağır dramları komediya aktyorları oynayır. Məni məsələn ağladan həmişə ən güldürən adamlar olub. Gözləmədiyim anda. Məsələn Yaşar dayının Allah ona qəni-qəni rəhmət eləsin, bizə verdiyi çox şey var. Onun oynadığı çox rolları məsələn baxıram ki, adam dramı komediyadan daha çox sevir, daha yaxşı oynayıb. Kökdən düşmüş pianoya mən baxanda mən hər dəfə kövrəlirəm. Sevdiyim tamaşa. Yəni dəfələrlə baxmışam. Hər dəfə baxıram ki, hər dəfə təzə bir şey tapıram ki, ay da bunu buna görə eləyib. Yəni komediya aktyoru olmaq, əgər kimsə düşünürsə ki, ay yox, bunu drama çağırmaq düzgün deyil, əksinə qətiyyən. Rejissorun zəifliyi. Sən məni heç vaxt dramda görmərsən. Necə mənim qarşıma o sətti qoya bilərsən ki, oynaya bilər? Yox, çağır. Bir dəfə məni filmə çağırmışdılar. Dedilər ki, bəs müdür rolunda sizi istəyirik. Prosto, yəni bizdə qayda qanun var da, casting olmalıdır. Mən dedim ki, YouTube açın baxın da. Qoydu ki, YouTube-da niyə? Dedim, bax, əziz qardaş, sən məni ilk dəfə gördüyüm obraz deyil. Komedik obrazdır, o müdür obrazı deyil, hə. Bax, deyirəm, bacanaqlarda müdür oynamışam. Aramızda qalsında müdür oynamışam. 3 bacıda müdür oynamışam. 3 dənə fərqli müdür var. Bir rejissor ikisinə belə baxsa, anlayacaq ki, hə, mən istədiyim bunlardan bu tərəfə fərqlidir və mənə öz istədiyim məcraya yönəldə bilər. Hə, sən mənə desən ki, həkim, mən özüm deyəcəm ki, okey, mən sabah gəlsəm olar, gedərəm bir özümlə məşğul olaram ki, mən həkim heç vaxt oynamışam, həkimlər necə olur, həkim dostumla danışaram ki, siz necə edirsiniz, çayı necə içirsiniz, yeməyi necə içirsiniz. Yəni, kim düşünər ki, məsələn, qapını həkimdirsə, belə açmalıdır. Həkim əli mikrob olmasın. Yəni, bizdə o aktyorlarda o şey var da, baxırıq, müşahidə gücümüz çox güclü olur. O şeyləri yadda saxlamaq üçün yəni, o həkimlərlə danışsan. Yəni oynamadığım obrazın kastına gedərəm, amma yəni məni sıradan bir həmişə oynadığım obraza çağırırsa, kast deyirsə bu şey bəhanədir. Amma yəni fərqli obrazda çox oynamaq istəyirəm ki, rejissorlarla işləmək həmişə maraqlı olur. Fərqli rejissorlara keçməyin vaxtıdır. İnşallah. Uğurlarınız bol olsun Təşəkkür edirəm. Tərlan bəy. Forum Baku Telegram kanalına abunə olmaqla nə qazanacağıq? Əgər iş axtarırsınızsa mütləq şəkildə CV-lərinizi yerləşdirirsiniz. İşçi axtarırsınızsa mütləq şəkildə bir Telegram kanalına abunə olursunuz və oradakı CV-lərə nəzər yetirin. Əl işləriniz varsa, geniş auditoriyaya çatdırmaq istəyirsinizsə, mütləq şəkildə abunə olun ki, hamı sizi tanısın. Çox maraqlı suallarım üçün mən də təşəkkür edirəm. Bir saat necə gəldi, keçdi, hiss eləmədik. Bir saat keçdi. Biz heç bölümümüzdən danışmadıq. Gündən deyim. Gələn dəfə. Təşəkkür edirəm sizə. Təşəkkür edirik. Növbəti görüşlərədək. Sağ olun. Çox sağ olun bir daha.